Bismillah. Bürclərin 14 yanvara ən düz proqnozu. Qoç, iş və pul mövzusunda ani fürsət çıxa bilər. Tələskən qərar verməyin. Axşam saatları daha uğurludur. Boğa, maddi rahatlıq ön plandadır. Gözlənilməz xəbər və ya ödəniş ala bilərsiniz. Borc verməkdən çəkinin. Əkizlər, danışıqlar və görüşlər uğurlu keçəcək. Kiçik bir risk sonradan böyük qazanc gətirə bilər. Xərçəng, pul məsələsində sabitlik var. Ailə ilə bağlı xərclər arta bilər, amma peşman olmayacaqsın. Fikir, gəlir artımı və yeni təklif gündəmdədir. Öz dəyərinizi aşağı salmayın. Şans sizin tərəfinizdədir. Qız, hesab-kisaba diqqət edin. Planlı davransanız günün sonunda rahatlıq tapacaqsınız. Tərəzi, pulla bağlı qərar vermək üçün uyğun gündür. Keçmişdən qalan məsələ həll oluna bilər. Əqrəb, gizli gəlir və ya əlavə qazanc mümkündür. İntuisiyanıza güvənin. Oxatan, maliyyə məsələlərində ehtiyatlı olun. Böyük alışları ertələmək xeyrinizədir. Oğlaq, zəhmətinizin qarşılığını almağa başlayırsınız. Karyera və pul baxımından güclü gündür. Dolça, gözlənilməz xərclər çıxa bilər. Pulunuzu düzgün bölüşdürməyə çalışın. Balıq, şanslı gündür. Kiçik bir fürsət böyük qazancın qapısını aça bilər.